وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi ve ashabihi ve tabi'ine ve etbahim bi ihsan ila yevmiddin amma ba'd. Elhamdülillah, öncə hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm. Allah bizdən və sizdən salih əməlləri qəbul etsin və neçə belə gözəl bayramlara çıxmağa müvəffəq eləsin. Sonra elhamdülillah bayram günləri ilk yada düşən təbii ki, sevinç və fərəh izhar eləməkdir. Bayram günləri sevinç və fərəh izhar eləmək, bu bayramda sevinmək dini ayinlərdandır. Necə ki, Uca Allah buyurmuşdur: "Qul bi fadlillahi və bi rahmetihi fe bidalika felyefrahu huve hayrun mimma yecmaun." De, qoy onlar məhz Allahın lütfü və mərhəməti ilə sevinsinlər ki, o onların yığdıqlarından daha xeyirlidir. Yunus surəsi 58-ci ayə. Bayram günü müsəlmanların sevinç və fərəh günüdür. Bu günü müsəlmanlar Allahın əmrini yerinə yetirib tamamladıqlarına görə və buna görə böyük savaba nail olacaqlarına ümid etdikləri üçün çox sevinirlər. İbn Rəcəb Rahiməhullah demişdir ki, oruç tutanlar Ramazanın orucunu və onun gecə namazını tamamladıqda artıq üzərlərinə düşən əməlləri yerinə yetirmiş olarlar. Bundan sonra qalır onların mükafatları. Ramazan bitdi, elhamdülillah artıq bayramdayıq. Demək, qalır mükafatlarımız. O da deyir ki, bayram günü namaza çıxdıqları zaman onlar arasında paylanar və evlərinə döndükləri zaman artıq mükafatları tam verilmiş olar. Kim üzərinə düşən əməldə naqisliyə yol vermişsə, onun naqisliyi miqdarında mükafatından əksilər. Belə olan təqdirdə yalnız özünü qınasın. Demək, elhamdülillah, Allah vədinə xilaf çıxmaz. Allah Subhanahu taala demişdir ki, kim Ramazan orucunda imanla savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanır. Bu bizim əsas mükafatımızdır. Həmçinin Ramazan boyu təravih qılanlar da belədir. Keçmiş günahları bağışlanır. Həmçinin Qədir gecəsində də ibadətdə keçirənlər də belədir. Onların keçmiş günahları bağışlanır. Deməli, dedi ki, Qədir gecəsində keçənlərdə keçdi ki, onun ibadətinə müvəffəq olan ayın sonuna bağlı deyil. Allah Subhanahu taala bağışlayır. Yalnız Ramazan orucu ilə təravihi isə ayın sonuna bağlıdır. Ayın sonunda artıq bayram namazlarına çıxdıqda paylanar, evlərinə döndükdə artıq hər bir kəsin mükafatı tam verilmiş olar. Allah Subhanahu taala vədində doğrudur. Lakin yəni biz Allahın buyurduğu kimi Ramazan orucunu tutmuşuqsa, bəli, o zaman tam hasıl olacaq. Bütün keçmiş günahlarımızın bağışlanmağı. Yox, əgər naqisliyə yol vermişiksə, o zaman naqisliyimiz miqdarında mükafatdan əksiləcək. Allah Subhanahu taala ədalətlidir, zülm eləməz və təbii ki, kamil oruç tutanla naqis oruç tutan Allah Subhanahu taala eyni mükafatlandırmaz. Yalnız tam mükafatı kamil olan götürür. Və yenə Allahın mərhəmətindən ki, bu naqisliyə yol verəndə Allah Subhanahu taala tamamilə məhrum eləmir və onun da nəsib ayırır. Əməli miqdarında, yaxşı işlər görməsin, orucunun miqdarında, yəni Allah Subhanahu taala ona da mükafat yazır. Və deməli, Ramazan orucu çıxdı. Bugün elhamdülillah bayram günüdür və artıq biz
həm bu gün bizim sevincli günümüzdür, həm də kədərli günümüzdür. Sevincli günümüzdür ona görə ki, bayaq keçdiyi kimi, yəni Allahın əmrini yerinə yetirmişik. Bir ay, əlhəmdülillah, bir ay oruç tutmuşuq, ibadətlər eləmişik. Yəni bu da öyünmək kimi yox, Allaha şükür olaraq. Mömin ibadətinə sevinə bilər. Öyünmək olmaz. Sevincin dərəcəsi var. Şəriət hədd qoyub. Yüksək sevinç dərəcəsindən qalxdıqda artıq öyünməyə, təkəbbürlüyə çıxır. İnsan özünlə öyünür. Allaha minnət qoyur və yaxud da özün bəyənir ki, o özü tutub sanki orucu. Ancaq sevinç isə orta səviyyədə ki, Allah onu müvəffəq elədiyinə görə sevinir. Ki, Allah onu müvəffəq elədi. Ona görə bayaqki ayədə də Bəqərə surəsində keçdi ki, Allah sizi hidayət etdiyinə görə, yəni Allah sizə oruç tutmağı göstərdiyinə görə ki, oruç tutmaq Allahın əmridir, vacibidir və həmçinin də göstərdikdən sonra bizi müvəffəq elədi. Oruç tutmağa güc verdi, iman verdi. Biz orucu tutduq. Bu Allahın hidayətidir. Buna görə biz Allahı nə etməliyik? Uca tutmalıyıq. Allahı uca tutmalıyıq. Deməli, belə olan təqdirdə sevinirik. Nə üçün kədərlənirik? Ona görə ki, biz bilmirik ki, bu Ramazan yenidən gələndə həyatda olacaq, yoxsa yox. Çünki yəni Ramazan yenə gələcək. Ancaq görəsən biz növbəti Ramazanda həyatda olacaq, müvəffəq olacaq, yoxsa yox. Bax, ona görə kədərlənirik. Növbəti Ramazana çıxıb çıxmayacağımıza görə kədərlənirik. Həqiqətən Ramazan orucu bizə çox şeyləri öyrətdi. Çox şeyləri öyrətdi və gərək ki, biz bu öyrəndiklərimizi unutmayaq. Növbəti aylarda tətbiq eləyək. Bizi qarşıda növbəti Ramazana kimi 11 ay gözləyir. Gərək ki, müsəlman ancaq Ramazan müsəlman olmasın. Gərək ancaq Ramazanda ibadət eləyib, digərində tərk eləməsin. Və Ramazan bizə nələr öyrətdi? Ramazan ən böyük öyrətdiyi şeylərdən biri də cəmaat olmağı öyrətdi bizə. Cəmaat olduq. Və baxsaq, şəriətin məqsədlərinə, ibadətlərdə, bax namazlarda, bax bizi hər həftə, daha doğrusu hər gün 5 vaxt namaz bizi cəm edir məsciddə. Və gərək onu biz başa düşək ki, Allah Subhanahu taala bizim cəm olmağın, cəmaat olmağımızı istəyir. Gərək ki, necə ki, ayədə gəlib ki, Allahın ipindən möhkəm yapışın, parçalanmayın. Allahın ipi nədir? Quran, sünnə, İslam. Quran, sünnə üzərində müsəlmanlar birləşməlidir. Birləşməliyik. Gərək, yəni bu birləşməyi biz gerçəkləşdirək. Elə üzdə olmasın, müsəlmanlar, qardaşlar gəlsin, namazı qılsın, sonra geçsinlər, amma qəlb birləşməsin. Əsl birləşmək qəlbin birləşməyidir. Bu bədənin birləşməyi də nədir? Qəlblərin birləşməsi üçündür. Necə ki, Peyğəmbər s.ə.v duasında bir duasını deyər ki, Allahümmə əlif beynə qulubinə. Allahım qəlblərimizi neyinə birləşdir. Başqa duasında isə o aslih zətə beynə deyir. Aramızı islah elə. Var, aranın islah olması var, birləşməsi. Birləşməsi daha güclüdür. Öncə islah olmalıdır aramız və sonra qəlblər birləşməlidir. Təbii ki, birləşdirən də uca Allahdır. Bizdən can atmaqdır. Necə ki, ayədə gəlib ki, insan can atdığına nail olar. Və ona görə əsas bu cəmaatı, bu şəriətin bizdən cəmaat olmaq tələbin qoruyub saxlamalıyıq. Həm bu 5 vaxt, necə ki, o Ramazan orucunda qoruyub saxladığımız kimi, 5 vaxt namazda, həmçün cümə hər həftə bizi cəm eləyir. Hər həftə bizi cəm eləyir. Gərək biz bu ixtilaflar səbəbi ilə parçalanmayaq. İxtilaflardan çıxış yolları var. İnsanlar ixtilaflardan
belə pis çıxmasın, ürkməməlidirlər. İxtilaflar varsa çıxış yolu var. Çıxış yolu tapıb birləşməlidirlər. Dəlil üzərində birləşməlidirlər. Hər ixtilafa görə adam ayrılmaz, hər ixtilafa görə adam qardaşına salam kəsməz, hər ixtilafa görə bir-birinə arxa çevirmək olmaz. Bizdən qabaqçılar da ixtilaf ediblər, amma onlar bunu belə başa düşməyiblər. Onlar qardaşlığına bu ixtilaflar təsir eləməyib. Həmçinin həcdə görsən ömründə bir dəfə bizi toplayır. Hər bir müsəlmana ömründə bir dəfə həcc eləmək vacibdir. Ömründə bir dəfə dünya müsəlmanları ilə bərabər olursan, birləşsən. Həmçinin zəkatda malla bizi cəm eləyir. Malı xərcləməklə bu maddi yardım baxımından cəmaət oluruq bir-birimizə. Bir-birimizi unutmuruq. Və Ramazan orucu da belə idi. Biz iftarlarda bərabər olduq, eyni vaxtda orucumuzu başladıq, eyni vaxtda açdıq. Demək olar ki, bu ölkə müsəlmanların cəm elədi. Ölkə müsəlmanlara hamısı eyni vaxtda orucunu açdı, eyni vaxtda bağladılar. Həmçinin bizə qulluğu öyrətdi. Qulluğu öyrətdi ki, Allah qatında vəzifənlə deyil. Məsələn, bu başçıdır, bu rəhbərdir, bu müəllimdir, bu həkimdir. Vəzifəsindən, tutduğu vəzifədən asılı olmayaraq, hamı eyni vaxtda orucu açmalıydı, eyni vaxtda bağlamalıydı. Və belə də oldu. Kimlərsə ki, qulluq, Allahın bu qulluğunu qəbul edilər, onlar oturdular, hətta vəzifəsi olmayan müsəlmanlarla, ən kəsin müsəlmanla bir süfrədə, yəni bir vaxtda oruclarını açdılar, bir vaxtda bağladılar. Və bu da onu göstərdi ki, yəni ki, onların Allah qatında vəzifəsinə görə heç bir üstünlüyü yoxdur. Ola bilsin ki, kasıb vəzifəsi olmayan vəzifəlidən, kasıb zəngindən daha üstün olsun Allah qatında. Biz onu bilmirik. Biz onu bilirik ki, Allah qatında ən xeyirli olanımız təqvası, Allahdan daha çox qorxanımızdır. Və bu da qəlbi əməldir, sonra zahirə çıxarır özünün təsirin. Və bunu da Allah daha yaxşı bilir. Ondan kim daha çox qorxmasın. Və həmçinin ibadətləri bizə öyrətdi. Göstərdi ki, cəmaatla bir yerdə ibadət eləmək asan da olur. Gərək biz bu təravih namazlarından zövq aldıq. Bu zövqü qoruyub saxlamalıyıq. Bu zövq bizi növbəti günlərdə, aylarda da həmin o zövqü xatırlayaraq cəmaata gəlmək lazımdır. Həmçinin nəfsimizə hakim olmağı öyrətdi. Bizdə özünə güvən yarandı ki, biz nəfsimizə hakim ola bildik. Hətta biri var haramdan özünü qoyarasan, hətta biz halallardan belə özümüzü saxladıq. Halaldan, bizə halal olan bir şeydən belə Allah icazə vermirdi deyə özümüzü saxladıq. Bunlar hamısı yəni bizdə özünə güvən yaratdı, başa düşdük ki, biz bacararıq. Və burada da yəni özünə güvən dedikdə insan tam özünə güvənməməlidir. Tam güvən Allahadır. Allahdan başqa nə insan özünə, nə valideyninə, nə övladına, heç kimə tam güvən olmaz. Ne üçün olmaz? Çünki o mütləq hakimiyyət sahibidir, o zəngin deyil. Onun özünü qorumaya ehtiyacı var. Sənin də, səndən başqa hər bir kəsin, Allahdan başqa hər bir kəsin özünün qorumaya ehtiyacı var. Özünə güvən verilməyinə ehtiyacı var. Ona görə güvən, müəyyən qədər insan özünə güvənməlidir. Amma gerisin Allaha təvəkkül eləməlidir. Hər bir işdə belədir. Yemək yeyəndə də yeyirsən, qalanını Allaha təvəkkül edirsən. Səni ayaqda saxlayan əslində Allahdır. Yemək səbəbdir, müəyyən qədər. Sən tam yeməyə güvənsən ki, mən yeməyi yeməsəm ölərəm, o zaman o yemək özü sənə nə olacaq? Bəla olacaq, xəstəlik olacaq sənə. Nə qədər yesən də həmişə yer saxla, təvəkkülə yer saxla. Nə qədər
gücün olsa da özünə əmin olma. Qəlbini Allaha bağla. Nə qədər zəngin olsa da bilcin ki, sənin zənginliyin kifayət eləmir. Sənin pulun səni qorumağa kifayət eləmir. Sənin pulunun özü qorunmaya ehtiyacı var. Allah qorumasa onu bir an içində əlindən çıxa bilər. Və beləcə bütün nemətlər, əlində olan nemətlər heç birinə güvənmə. Hamısında səndə yer olsun Allaha təvəkkül eləməyə. Və bu Ramazanda da biz tam özümüzə güvənmirdik. Çünki niyə? Çətində bir ay boyunca az qalmaq, neynimə? Hamının qəlbini Allah bağlamışdı ki, Allah yardım edəcək. Ki, Allah bizə asanlaşdıracaq ki, biz orucu tutaq. Və oruc nemətində baxsaq, Allah bizə nə qədər kömək eləyib. Həm bizə oruc ibadətini öyrədib, həm bizə kömək, həm asanlaşdırıb oruc ibadətini özünü asan edib. Səhərdən axşama kimi ac qarsan, ağız suyun udmaq olar. Müəyyən şeylərdən özünü saxlayırsan. Müəyyən şeylərdən özünü saxlayırsan. Müəyyən, demədi 2 gün ac qalmalısan, demədi ki, susuz qalmalısan. Səhərdən axşama kimi. Axşamdan səhərə kimi yeyib içə bilərsən, təsəvvür eləyin. Demədi ki, 1 saat vaxtınız var. Açdınız, 1 saatdan sonra vəssalam. Bağlayırsan, sübhdən qabaqda 1 saat vaxtın var. Sahur eləyirsən, yenə bağlayırsan. Elə də demədi. Axşamdan səhərə kimi vaxtın var yeyib içməyə. Və bununla yanaşı yenə Allah özü bizə kömək elədi. Asanlaşdırdı oruç tutma, maneələri aradan qaldırdı. Nə qədər adamlar oldu, oruç tuta bilmədi. İstədiyi halda tuta bilmədi. Xəstəlik səbəbindən, müəyyən iş səbəbindən. Deməli, Allahın özü orucun özünü asan eləməkdən sonra da bizi asanlaşdırdı. Və digər işlər də belədir. Allah gərək asanlaşdırsın ki, sən onu yerinə yetirə biləsən. Beləcə, yəni oruc bizə çox şeylər də öyrətdi. Hamısını saymaqla qutarmaz. Lakin hamısını saya da bilmiriksə, heç olmasa müəyyən qədərin saymaq da lazımdır. Yadda saxlamaq lazımdır və əməl etmək lazımdır. Allah Subhanahu istəyirəm ki, Allah Subhanahu bütün oruclarımızı, ibadətlərimizi qəbul eləsin və bizi bu Ramazanda ibadətləri asanlaşdırdığı kimi, qoruduğu kimi digər aylarda da ibadətləri asanlaşdırsın, qorusun, özünü sevib razı qaldığı bütün xeyirlərə müvəffəq eləsin. Və sallallahu alə nəbinə Muhammed və alə alihi və səhbihi və səlləm.